Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə Azərbaycan SSR 1970-1980-cı illər mövzusu haqqında danışacağıq. Deyirik ki, Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1969-cu ilin iyul ayının 14-də plenum iclası keçirilir. Orada Heydər Əliyev Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi seçilir. Yəni 1969-cu ilin iyul ayından 1982-ci ilə qədər olan dövrdə. İndi bax, bura biz qeyd eləmişik ki, 1976, 1982. Bax, bunların Azərbaycan SSR ilə əlaqəsi yoxdur. Bunlar birbaşa SSR ilə əlaqəlidir. Yəni, məsələn, 1976-cı ildə SSR-in Mərkəzi Komitəsinin siyasi bürosuna üzvlüyünə namizəd seçilir. Yəni, bu SSR-dəndir və eyni zamanda 1982-ci ildə deyirik ki, Moskvaya dəvət olunur, SSR-in Mərkəzi Komitəsinin siyasi bürosuna üzv seçilir. 76-cı ildə namizəd seçilir. 1982-ci ildə siyasi büroya üzv seçilir və eyni zamanda 1982-ci ildə Heydər Əliyev SSR Nazirlər Sovetinin sədrinin birinci müavini təyin olunur. Bura qeyd eləmiş ki, Heydər Əliyevin ilk tədbirlərini, Heydər Əliyevin bir sözü var da, qoy ədalət zəfər çalsın. Və hakimiyyətə gələndən sonra Azərbaycan SSR-də müəyyən tədbirlər həyata keçirir. Məsələn, ilk növbədə deyə bilərik ki, ciddi kadr dəyişiklikləri həyata keçirir və eyni zamanda Respublikada idarəçilik sistemini gücləndirir və deyirik, Sovet tarixində ilk dəfə olaraq vəzifədən sui-istifadədir, rüşvətxorluqdur, korrupsiyadır, bu kimi mənfi halların olduğunu söyləyir və onların aradan qaldırılması üçün qəti mübarizəyə başlayır. Qeyd eləmişik ki, hüquqi bazanın yaradılması. Yəni, Heydər Əliyev gələndən sonra, bəli, əsasən nə iş görür? Deyir ki, dövlət orqanlarında, eyni zamanda ictimai işlərdə əsasən milli kadrlar iştirak eləməlidir. Ona görə də SSR-nin bu aparıcı ali təhsil müəssisələrinə bizim gənclərimizi təhsil almağa göndərir və bundan başqa biz deyə bilərik ki, məsələn, 1978-ci ildə Azərbaycan SSR-nin 3-cü konstitusiyası qəbul olunur ki, burada Azərbaycan dilinin dövlət dili olması məsələsi saxlanılır. Bax, əlavə edilir demir ya. Azərbaycan dilinin dövlət dili olması məsələsi 1978-ci ildə 3-cü konstitusiyasının qəbulu zamanı yerində saxlanılır. Bundan başqa biz bura qeyd eləmişik ki, 1971-ci il Naxçıvanski liseyi. Bəli, artıq Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılır. Və məqsəd nə idi bu Cəmşid Naxçıvanski adına hərbi məktəb açmaqda? Heç nə istəyir ki, milli hərbi kadrlarımız yetişsin və gələcəkdə həmin hərbi kadrları SSR ali məktəblərinə, yəni ali hərbi məktəblərinə göndərilsin. Yəni, bu məqsədlə həmin Naxçıvanski açılmış ki, bugünkü gündə Bakıda fəaliyyət göstərir. Eyni zamanda mədəni irsimizə sahib çıxması haqqında danışaq. Heydər Əliyevin yazmışıq ki, Bakı şəhəri Lenin ordeni. Bəli, artıq Heydər Əliyevin dövründə, yəni bizim neftimizin faşizm üzərində qələbə qazanması məsələsini onların öz dillərindən etiraf elətdirir və bununla da deyirik ki, 1978-ci ildə Bakı şəhəri Lenin ordeni ilə tərtib olunur. Bundan başqa yazmışıq ki, 1977-ci il Nizami Gəncəvi irsi. Bəli, 1977-ci ildə Nizami Gəncəvinin irsinin yenidən öyrənilməsinə qərar verilir və hətta vaxtilə Pan-Türkist kimi damğalanmış Hüseyn Cavid var idi ki, bunu sürgün edirlər. Sürgündə vəfat edir, Sibirdə, İtrukskda vəfat edir ki, onun nəşrini 1982-ci ildə Naxçıvana gətirilir və eyni zamanda Hüseyn Cavidin ev muzeyi yaradılır. Bundan başqa biz qeyd eləmişik ki, 1970-80-cı illərdə ev muzeyləri. Bəli, Heydər Əliyevin təşəbbüsü ilə Üzeyir Hacıbəylidir, Səməd Vurğundur, Cəfər Cabbarlıdır. Bunların Bakıda, eyni zamanda Bülbülün Şuşada, eyni zamanda Natavanın Şuşada heykəli qoyulur və digərlərinin də ev muzeyləri açılır. Eyni zamanda yazmışıq ki, ermənilərin ərazi iddiaları. Bəli, ermənilər artıq 1970-ci ildən yenidən Qarabağ məsələsini qaldırırlar və hətta deyirik ki, SSR-in 3-cü konstitusiyasının qəbul olunması vaxtlarında, yəni 1977-ci ildə bir qrup erməni millətçi məktub göndərir ki, SSR konstitusiyasına müvafiq dəyişiklik edilsin, Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın tərkibinə keçirilsin. Lakin Heydər Əliyev neyinir? SSR-in baş katibi vardı, Brejnev. Onunla görüş keçirir və bu məsələnin qarşısını alır. Ondan sonra başlayır. Bura biz qeyd eləmişik ki, Heydər Əliyevin dövründə Şuşa. Bəli, artıq Şuşadakı o tarixi abidələrimiz vardı. Onlar bərpa olunmağa başlayır. Çox mərtəbəli binalar tikdirir, mehmanxanalar tikdirir, inzibati binalar tikdirir və eyni zamanda artıq onun dövründə deyir ki, Şuşa ümumİttifaq səviyyəli Kurot şəhərinə çevrilir. Hətta 1980-cı ilin əvvəllərində Şuşada Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi açılmışdır. Bundan sonra qeyd eləmiş ki, 1977-ci il Kəlbəcər. Ermənilər deyirlər ki, bəs Kəlbəcər perspektivsiz yerdir. Onu gəlin respublikalar arasında böləyin, yaylaq kimi istifadə eləyək.
Lakin Heydər Əliyev 1977-ci ildə başladı Kəlbəcərin potensial imkanlarını genişləndirməyə. Və bununla da deyir ki, onların o ermənilərin Kəlbəcərə olan ideallarının qarşısı alındı. Eyni zamanda yazmışıq ki, 1975-ci il məişət kondisiyası var. Yəni biz sosial-iqtisadi sahədəki nailiyyətlərlə danışırıq hal-hazırda. Heydər Əliyevin bəli deyirik ki, artıq Heydər Əliyevin dövründə Azərbaycan SSR ən iri elektrotexnika sənaye mərkəzlərindən birinə çevrilir SSR-nin tərkibində. Yəni məsələn 1975-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda məişət kondisionerləri zavodu tikilir. Bəli, artıq bu zavod deyirik ki, SSR-də ən böyük məişət kondisionerləri zavodu idi. Eyni zamanda biz bura qeyd eləmişik ki, 1979-cu il Ağdam Xankəndi. Bəli, nəqliyyat sahəsində də müəyyən nailiyyətlər əldə olunur. Eyni zamanda diqqət göstərilir. Məsələn, 1979-cu ildə Bakı-Ağdam daha doğrusu Ağdam Xankəndi dəmir yolunun çəkilişi başa çatdırılır. Eyni zamanda kənd təsərrüfatında da müəyyən irəliləyişlər olur. Məsələn, 1971-ci ildə Kürdən Bakıya içməli su kəməri çəkilir ki, bu da nədir? Bakının içməli suya olan ehtiyacını qarşılamağa kömək göstərir. Eyni zamanda artıq Heydər Əliyevin dövründə Azərbaycan SSR SSR-də ümumiyyətlə üzüm istehsalına görə birinci yerə, məsələn pambıq toplanışına görə dördüncü yerə, baram istehsalına görə ikinci yerə çıxırdı. 1970-80-cı illər kənd təsərrüfatı. Bəli, kənd təsərrüfatında da müəyyən irəliləyişlər olur. Məsələn, biz deyirik ki, onun dövründə suvarma kanalları istifadəyə verilir, əkin sahələri genişləndirilir. Bu kimi tədbirlərdə kənd təsərrüfatı genişləndirir. Yəni ümumiyyətcə 70-80-cı illər SSR-də də ümumi o iqtisadiyyatın zəiflədiyi bir dövrdür, amma Heydər Əliyevin sayəsində Azərbaycan SSR-də bu hadisələrin qarşısı alınmışdı. Nəinki zəifləmək, hətta inkişaf eləyirdi. Heydər Əliyevdən sonra gəlir Kamran Bağırovun rəhbərliyi dövrü. Yazmışıq ki, 1982-1988-ci illərdə. Bəli, yəni bu rəhbərliyi eləmişdir respublikaya. Məsələn 1983 yazmışıq bura. 1983-cü ildə Qrozno-Bakı neft kəməri çəkildi. Bəli, bu Qrozno-Bakı neft kəmərinin çəkilməsinin nəticəsi nə olur? Azərbaycan SSR-nin neft kəmərinə qoşulur və eyni zamanda Sibir nefti emal üçün Bakıya gəlir və eyni zamanda biz deyə bilərik ki, Kamran Bağırovun dövründə təbii qaz çıxarılmasında da müəyyən uğurlar qazanılmışdı. Burada yazmışıq ki, 1986-cı il Dərin Özürlər Zavodu. Bəli, artıq deyirik ki, ümumi, yəni SSR-nin ümumi vəsait hesabına 400 milyon dollara ayrılır və 1986-cı ildə Bakıda Dərin Özürlər Zavodu fəaliyyətə başlayır ki, bu da Kamran Bağırovun fəaliyyəti dövrünə düşür. Eyni zamanda məsələn burada qeyd eləmişik ki, biz 1986-cı il Yevlax-Balakənd dəmir yol xətti. Bəli, ümumi uzunluğu 162 kilometr idi. 1986-cı ildə başa çatdırılır və bununla da deyirik ki, nə idi? Azərbaycan-Bakı-Tbilisi dəmir yol xəttinə birləşdirildi. Daha sonra 1985-ci ildə alkoholizmə qarşı mübarizə aparır ki, bu da nədir? Üzümçülüyün ləğvinə gətirib çıxartmışdı. İndi qeyd eləmişik, bura 1985-1991-ci il Mikhail Qarbaçov haqqında. Ümumi belə götürək ki, bu artıq Brejnev öləndən sonra, yəni 1982-ci ildən sonra artıq Mərkəzi Komitədə baş katiblər tez-tez dəyişirdi. Və nəhayət o 82-dən 85-ci ilə qədər 3 nəfər dəyişmişdi. 1985-ci ildə artıq Mikhail Qarbaçov gəlir. Və ondan sonra ümumiyyətcə də 1985-ci ildən sonra SSR süquta doğru gedirdi, durğunluq var idi, böhran var idi. Yəni vəziyyət yaxşı deyil idi. İqtisadiyyatı günü-gündən zəifləyirdi. Eyni zamanda ölkənin ictimai-siyasi həyatında müəyyən gərginliklər var idi. Bura qeyd eləmiş ki, 1987-ci il sürətləndirmə, aşkarlıq və demokratiya. Bəli. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi 1987-ci ilin yanvar ayında plenum iclasında Qarbaçov nə deyir? Yeni bir siyasi xətt irəli sürür. Sürətləndirmə, aşkarlıq, demokratləşdirmə xətti. Yəni bir növ bunu yenidən qurma islahatları adlandırırdı. Bəs məqsəd nə idi bu Qarbaçovun təkliflərinin? Məqsədi nə idi? Məqsəd o idi ki, sosial-iqtisadi inkişafı sürətləndirmək istəyirdi. Eyni zamanda korrupsiyanın qarşısını almaq istəyirdi. İctimai quruluşu durğunluqdan azad eləmək istəyirdi və eyni zamanda vətəndaşların Kommunist Partiyasına olan inamını geri qaytarmaq istəyirdi. Bu məqsədlə irəli sürmüşdü bu yenidən qurma tədbirləri və müəyyən Qarbaçov təkliflər irəli sürür. Məsələn, deyir ki, hüquqi dövlət yaradılsın, eyni zamanda müxtəlif təsərrüfat formaları tətbiq olunsun.
nə bilim, hakimiyyətin bölünməsi prinsipi tətbiq olunsun. Bu kimi təkliflər irəli sürür Qarbaçov. Amma nəticə nə olur? Təklifləri biz bilirik, amma yazmışıq ki, Qarbaçovun yenidən qurma bəli, tədbirləri siyasi nəticəsi nə oldu? Yəni bax bunu yenidən qurma siyasətini irəli sürür. Və nəticə nə olur? Dediklərini eləyə bilirmi? Xeyr. İqtisadiyyata ciddi zərbə vurulur. Deyirik ki, ümumiyyətcə müəssisələr arasında iqtisadi münasibətlər pozulur və artıq nə edir? Həmin o müəssisələr başlayır iflasa uğramağa və həmin müəssisələr fəaliyyətini dayandırır və bununla da nə yaranır? İşsizlik problemi yaranır ümumiyyətcə. İnsanların vəziyyəti pisləşir. Ondan sonra artıq biz bax ölkədə vəziyyət pisdir axı. İnsanların diqqətini oradan yayındırmaqdan ötürü SSR-in öz planları var idi. Nə idi? Milli münaqişə məsələsi. Və başladı milli münaqişə ocaqlarını qızışdırmağa, eyni zamanda milli və dini zəmində qırğınlar törətməyə. Biz birlikdə bizdə haraydı münaqişə ocağı? Dağlıq Qarabağ. Lazım olan ermənilər deyir ki, məsələni qaldırın, ara qarışsın. Bu kimi proseslər baş